الله الرحمن الرحيم ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Peygamber ve Ali Peygamber'e salavat zikrediyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kerbela şehitleri, vatan şehitlerimiz ruhlarına salavat zikrediyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hanım Rüqeyyə salamullahi aleyhanın şəhadət məclisinə yığışmışıq. Biri digərinin ənvatı haqqında salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əziz və dəyərli möminlər, bugün inşallah mehribanlıq, mərhəmət haqqında istəyirəm danışaq. Mehribanlıq cəmiyyəti ayaqda saxlayan əsas dəyərlərdən biridir. Cəmiyyətdə mehribanlıq, mərhəmət hissi olanda həmin cəmiyyət kimi cəmiyyət olur. Mehribanlıq, mərhəmət və sevgi hissinin təzahürüdür. Qəlbdə olan mərhəmət və sevginin təzahürü mehribanlıqda özünü göstərir, mehribanlıqla ortaya çıxır. Məsələn, hamımız bilirik ki, bu məsciddə elektrik var. Amma elektriki biz hardan bilirik? Hardan təzahür edir, görürük? İşıqdan. İşıqdan bilirik ki, elektrik var. İnsanın qəlbində də mərhəmət olanda, insanlara sevgi olanda, o mehribançılıqla təzahür edir cəmiyyətdə. Mehribançılıq o qədər mühüm bir şeydir ki, mühüm bir məfhumdur ki, Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 159-cu ayəsində öz peyğəmbərinə buyurur ki: "Fəbimə rəhmətin minallahi lintə ləhum və ləv kuntə fawzan ğalizəl qalbi lənfəddu min havlik." Buyurur ki, Allahın mərhəməti səbəbilə sən onlara mülayim davrandın. Əgər qaba, kobud və daş ürəkli olsaydın, onlar sənin ətrafından dağılışıb gedərdilər. Baxın, Allah Peyğəmbərə nə deyir? Deyir ki, sənin mülayim olmağına görə, sənin mehriban davranmağına görə hamı sənin ətrafına pərvanədir. İstər o dövrdə, istər də indiki dövrdə. O mehribançılığın təzahürüdür. Peyğəmbər o qədər mehriban biri idi ki, hətta deyirlər, onunla kim söhbət eləsəydi, kim Peyğəmbərlə söhbət eləsəydi, heç vaxt onun sözünü kəsib kobudluq eləməzdi. Hətta və hətta Peyğəmbərin vaxtını alan, bihüdə danışan, baxırsan ki, sırf danışmaq xatirinə danışan adamlara belə Peyğəmbər sözlərini kəsməzdi. Axıra qədər dinləyərdi. Belə bir mehribanlıq sahibi idi Peyğəmbər. Deyirlər, Əbu Süfyan gəlib, Peyğəmbərin yaxasından yapışıb ki, mən səni öldürmək istəyirəm, əlimə fürsət düşsə səni öldürərəm. Peyğəmbər isə deyir ona ki, mən isə səni xilas eləmək istəyirəm, istəyirəm sən xoşbəxt olasan, istəyirəm sənin qəlbindəki bu kin-küdurət geçsin. Baxın, düşməninə qarşı belə mehribandır. Az öncə qeyd etdiyim ayə bilirsiniz nə vaxt nazil olub Peyğəmbərə? Uhud döyüşündən sonra. Uhud döyüşündə ki, müsəlmanlar qaçdılar, Peyğəmbəri tək qoydular. Sonradan peşman olub gəldilər Peyğəmbərin yanına, peşmançılıqlarını bildirmək üçün. Peyğəmbər isə onlara son dərəcə mehriban davrandı. Baxın, həlledici bir döyüşdə onların ucbatından döyüşü uduzub. Amma baxırsan, başqa biri olsun, onları tənbih eləyər, deyər ki, sizin ucbatınızdan oldu. Amma Peyğəmbər heç hiss elətdirmir onlara səhvini, onlara olduqca mehriban davranır.
Buna görə cəmiyyət Peyğəmbərin pərvanəsi olur. Həmçinin İmam Hüseyn əleyhissalamın da onun mehribançılığının səbəbidir ki, istər o dövrdə, istərsə indi biz onun ətrafına pərvanə olmuşuq. Buna çox nümunə göstərə bilərik. Əimmə əsharın həyatında hər biri son dərəcə mehriban insanlar olublar cəmiyyət içində. İmam Həsən əleyhissalam dillər yolu ilə gedirdi. Yerdə oturub quru çörək yeyən fəqirlər İmam Həsən əleyhissalamı öz süfrəsinə dəvət elədi. Olduqca onlarla mehriban davranıb, onların süfrəsində əyləşdi və onları sonra öz evinə qonaq dəvət elədi. Baxırsınız, son dərəcə sadə, mehriban olublar. Öz düşmənləri ilə də belə olublar, öz dostları ilə də belə olublar. Çünki qəlblərində sevgi olub. İnsanlığın sevgisi qəlblərində aşıb daşıb. Belə insanlar olublar. Bəs insan necə mehriban olsun? Cəmiyyətdə insan necə mehribançılığı yaratsın? Necə insanlara qarşı mehriban olsun? Bunun bir yolu empatiya qurmaqladır. Yəni, özünü başqasının yerinə qoymaqla. Baxın, indiki dövrdə psixoloqların insanlara tövsiyə elədiyi empatiyanı İmam Əli əleyhissalam oğlu İmam Həsənə vəsiyyətində qeyd edib, yəni bizə. Vəsiyyət olaraq empatiyanı qeyd edib. Necə qeyd edib? Buyurur ki, oğlum, özün və başqaları arasında ölçü say. Özün üçün istədiyini başqaları üçün də istə. Özünə rəva bilmədiyini, qıymadığını başqalarına da qıyma. Baxın, 1400 il bundan əvvəl İmam Əli əleyhissalam insanlara empatiyanı öyrədir. Deyir ki, heç nəyi başqasına əgər qıymırsansa, bax öz davranış var. Bax, əgər sənə qarşı özün kimi davransalar, sənə xoş gələrsə, o cür davran. Özünü başqalarının yerinə qoy. Ailə münasibətlərində də belədir. Tərəflər gərək bir-birlərini özlərinin yerinə qoyub empatiya qursunlar. Belə olanda mehribançılıq yaranır. Niyə? Çünki bir-birlərinə başa düşürlər. Baxırsan ki, deyir ki, məni olduğum kimi qəbul edin. Mən beləyəm də neyim? Məni olduğum kimi qəbul edin. Əzizim, bir bax, özün özünü qarşılamaq, özün özünü olduğun kimi qəbul eləyərdin ya yox. Sənin qarşında özün kimi bir insan olsa, buna təhəmmül eləyərdin ya yox. Bunu əvvəlcən düşün, dərk elə, sonra deyilən ki, məni olduğum kimi qəbul edin. Gör, sənin olduğun vəziyyət necədir? Xoşdur, özünə xoşdur. Həm də insan gərək baxsın Allahın mərhəmətinə. Baxsın, görsün ki, Allah insana necə son dərəcə mərhəmətlidir. Əgər istəyirsənsə Allah sənə qarşı mərhəmətli olsun, sən də insanlara qarşı mərhəmətli ol və mehriban ol. İmam Əli əleyhissalam necə buyurur? Rəhm et ki, rəhm olunanlardan olasan. Birinci özündən başla. Necə istəyirsən ki, Allah səninlə davransın, sən də digər insanlara qarşı o cür davran. O qədər nöqsanlar eləyirsən, səhvlər eləyirsən, Allah səni bağışlayır. Amma sən birinin nöqsanını keçə bilmirsən, dərhal ona tənbih eləyirsən. Mehribanlıqla əlaqəli o qədər hədislər var. Çox sayda hədislər var ki, insan bunları oxuyanda, mütaliə edəndə elə bilir ki, din mehribançılıqdan başqa bir şey deyil. Bu din cəmiyyətdə əsas məqsədi mehribançılığı formalaşdırmaqdır. Mərhəmətsiz ibadətin də faydası olmur. Mehriban olmadan ibadətin də faydası olmur insana. Bilirsiniz, İmam Sadiq əleyhissalam buyurur ki, Bəni İsrail dövründə bir abid var idi. Gecə-gündüz namaz qılırdı, gecə-gündüz ibadətdə idi. Bir gün iki uşaq onun yanında, o ibadət elədiyi əsnada toyuğun tüklərini qoparırlar, zülm verirlər heyvana. Amma onun vecinə olmur. Öz ibadətində olur. Allah deyir, bəla nazil edir, yer aralanır, girir yerin içinə. Niyə? Çünki o ibadət ki, səndə mehribançılıq, mərhəmət yaratmır. O ibadətin sənə nə faydası var? Baxın, Allah hətta heyvanına qarşı olunan zülmü belə keçmir. Bəs insanlara qarşı insan əgər mehriban olmasa, onun ibadətinin
nə faydası olar? İmam Əli əleyhissalamın son gecələridir, şəhadətə çatacaq gecələridir Ramazan ayında. Hamı bilir Kufədə ki, İmam Əli əleyhissalama sui-qəsd hazırlanır. Həyatı üçün təhlükə var. Amma axtarırlar, Əli yoxdur. Əli yoxdur, Əli hardadır? Əli heç narahat deyil, yetimlərin mərhəmət göstərməyə gedib. Yetimlərə qarşı mehriban davranmağa gedib. Baxın, Əlinin gecə namazı yetimlərə mərhəmətli olmaq idi. Yetimlərə mehribanlıq göstərmək idi. Yetimlərə sevgi göstərmək idi. Baxın, Əlinin gecə namazı bu idi. Ona görə indi də biz Əlidən danışırıq. Amma digər tərəfdə isə həmin gün, həmin gecə ilə gecə namazı qılan İbn Mülcəm. Namaz qılır, gecə namazı qılır, amma qəlbində zərrə mərhəmət yoxdur. Fikirləşir ki, gedib Əlini qətlə yetirəcəm. Baxın, görürsünüz, qəlbdə mərhəmət olmayandan sonra o əyilib durmağın da bir mənası olmur. Birinci növbədə insan gərək Allah bəndəsinə dəyər verməyi bacarsın ki, Allaha əsl bəndəçilik eləmiş olsun. Mərhum şair Arif Buzonalı necə yazıb? Xaliqə xidmətdirsə niyyət, əziz tut bəndəsin. Allah Allah qışqırıb gəzmək müsəlmanlıq deyil. Əgər niyyətin Allaha bəndəlikdirsə, Allahın bəndəsinə əziz tut, qəlbini qırma. Yoxsa bütün günü Allah Allah deyib qışqır, dindarlığını cəmiyyətə nümayiş elətdir. Amma gəl burada insanlara qarşı kobudluq elə. O ibadətin nə faydası olar? O cürdür bəndəçilik. Allah bizdən o cür bəndəçilik istəyir. İmam Hüseyn əleyhissalamın məclislərində də nə qədər fayda aparmağımızı istəyiriksə, bilək ki, biz bu məhərrəmlikdən, səfərdən nə qədər fayda apardıq, bu səfər ayı çıxanda görək ki, bizim qəlbimizdəki mərhəmət, insanlara qarşı mehribançılıq, ailədəki mehriban münasibət necə dəyişib müsbətə doğru? Əgər dəyişibsə, biz mehriban olmuşuqsa, artıbsa mehribançılığımız, deməli ki, biz məhərrəmlikdən fayda aparmışıq. Yoxsa əgər məclisdən çıxasan, gedəsən evdə qəddarlıq eləyəsən, kobudluq eləyəsən, məclisdən nə fayda aparmışsan? İmam Hüseyn əleyhissalama da ən çox qəlbində mərhəmət olan mehriban insanlar yanıb ağlaya bilirlər. Niyə görə xalqımız daha çox deyirlər ki, Azərbaycan xalqı İmam Hüseyn əleyhissalamı oğlu ölən ana kimi ağlayır, yana-yana ağlayır. Niyə? Çünki bu xalq son dərəcə mehriban və mərhəmətli xalqdır. Qəlbi kobud deyil. Ona görə İmam Hüseyn əleyhissalamı daha şiddətlə ağlaya bilir. Adını çəkəndə insanların gözü yaşarır. Yavaş-yavaş söhbəti gətirirəm Kərbəlaya. Vaxtınızı istəyirəm, çoxalmayın. Kərbəlada 2 dəstə var idi. Bir dəstə ən mehriban insanlar idi. Dünyanın ən mehriban, ən mərhəmətli insanları idi. Bir tərəfdə isə insanın insan deməyə belə dili gəlmədiyi ən qəddar insanlar idi. Ən kobud, ən qəddar insanlar idi. Bir tərəfdə İmam Hüseyn əleyhissalam onun yolunu kəsən Hürrün əskərinə, orada əskərinə əli ilə su verir. Öz düşməninə qarşı mehribançılıq göstərir, mərhəmət göstərir. Digər tərəfdə isə kimir dayanıb ki, Ömər Səd tərəddüd edirdi axı Kərbəlada. Dayanıb ki, Ömər Səd birdən tərəddüd edib geri çəkilsin, dərhal qoşun başçılığını öz üzərinə götürsün. Baxırsan, öz aralarında belə bir-birlərinə kin-küdurət var qəlblərində, mehribançılıq yoxdur aralarında. Kərbəladan sonra gördülər ki, onların iç üzü açılır, Yezid taxsırı atdı İbn Ziyadın üstünə. Dedi ki, mən demişdim, beyyət alın. İbn Ziyad atdı Ömər Sədin üstünə. Dedi, mən demişdim, yolunu kəsin. Başladılar bir-birlərinin üstünə taxsır atmağa. Niyə? Çünki bunların qəlbində zərrə mərhəmət yox idi, bir-birlərinə qarşı belə. Amma
İmam Hüseyin əleyhissalamın ordusuna baxın. Deyirlər, döyüşün ən kritik vaxtında belə düşmən 30 min ordu dayanıb qarşı tərəfdə. Deyirlər, xanım Rüqəyyə xeymədən çıxır Həzrət Əbəlfəzin yanına getməyə. Həzrət Əbəlfəz onun ağuşunu alır, qucağına alır. Baxmır ki, vəziyyət kritikdir, döyüşün ortasıdır. Onu öz ağuşuna alır, ona nəvaziş göstərir, mehribançılıq göstərir. Bu uşaqlar belə mehribançılıq görmüşdülər. Xanım Rüqəyyə atasının onun nazını çəkməsini görmüşdü. Qardaşı Əli Əkbərin onun nazını çəkməsini görmüşdü. Əmisi Əbəlfəzlin onun nazını çəkməsini görmüşdü. Bu insanlar, bu uşaqlar kobud söz eşitməmişdilər ailədə. O uşaqlar idi. Gəlib Kərbəlada əsirliyə düşmüşdülər. Deyirlər ki, uşaqları gətiriblər Şamın xarabasına yerləşdirməyə. Uşaqları uçuq olan bir divarın, uçmaq təhlükəsi olan bir divarın yanında əyləşdiriblər. Həmin o uşaqlardan ikisi gəlib yaxınlaşdı ki, hələ də başa düşməyiblər, bu uşaqlar o qədər mehribandılar. Dedilər, əmi, bu divar bizim üstümüzə uçar, bu divar təhlükəlidir. O zalim yanındakına baxıb dedi ki, bunlar gör necə saf uşaqlardılar, hələ də başa düşməyiblər ki, biz onları elə ona görə yerləşdirmişik bura ki, divar üzərlərinə çöküb ölsünlər. Baxın uşaqların saflığına, bu uşaqlar idi, zalimların əlinə düşmüşdü. Bilirsiniz, niyə xanım Rüqəyyə üçün çətin idi? Çətin idi bu günlər. Çünki necə məşhur Mərsiyənin sözlərində deyilir, Şimri görən gün o gecə qorxardı, yatmazdı. Çünki bunlar xanım Rüqəyyə təsəvvürünə belə gətirə bilməzdi. Şimr kimi mərhəmətsiz bir insan olar ya yox. O xanım Rüqəyyə zəcr nə bilirdi? Zəcr nə bilirdi xanım Rüqəyyə? Onların təsəvvürünə belə gəlməzdi belə insanlar. Deyirlər ki, xanım Rüqəyyə bir gün Şimri görəndən sonra heç gecə yatmırdı, ancaq ağlayırdı. Bir gecə bibisi Zeynəbə dedi ki, Bibican, bilirəm, sən amin deyən duanı Allah geri çevirməz. Mən dua eləyim, sən də amin de. Xanım Zeynəb deyir ki, mən sevindim ki, o uşaqları onun görürsən ki, halı düzəlir, başını qatırıb da. Mən sevindim ki, balam nəsə istəyir, halı düzəlir. Yığdım ribabı, dedim, ey Ümmü Gülsüm, gəlin, balam nəsə istəyir, biz də oturaq, amin deyək. Bir gördüm xanım Rüqəyyə əlini açıb Allah dərgahına, deyir ki, ilahi, yorulmuşam mən. İlahi, çox yorulmuşam, al canımı, canım qutarsın. Apar məni, çox yordular məni. Deyirlər, o qədər ağladı, Məlun Yezidi narahat elədi. Dedi ki, bu uşaq kim, niyə ağlayır belə? Dedilər ki, Hüseynin 3 yaşlı qızıdır. Hüseynin 3 yaşlı balasıdır. Dedilər, nə istəyir? Su istəyir, aparın verin, yemək istəyir, aparın verin ki, tək ağlamasın. Dedi ki, yox, onun bir istəyi var, ancaq deyir ki, atamı istəyirəm, atam üçün çox darıxmışam. Adam elə mehriban ata üçün darıxmaz. Adam İmam Hüseyin əleyhissalam kimi mehriban ata üçün darıxmaz. Ancaq deyir ki, atamı istəyirəm, o uşaq oları evdə ağlayar, sızlayar, gözləyər ki, atası gəlsin, sonra yatsın. O da atasını gözləyir. Deyir ki, atam gəlməsə yatmaram. Dedilər, aparın atasının kəsik başını, aparın verin. Deyirlər, atasının kəsik başını gətirəndə əvvəlcə bibisi Zeynəbə dedi ki, Bibican, mən axı dedim, yemək gətirməsinlər, su gətirməsinlər, mən yemək, su istəmirəm. Bilmir ki, atasının kəsik başıdır. Həmin başı uşağın qarşısına qoyanda atasının kəsik başını gördü xanım Rüqəyyə. Öz qollarını göstərdi ona, dedi ki, atacan, mən bunları göyərmiş əllərimi heç qardaşım Səccada göstərməmişəm. Gözləyirdim ki, sən gələsən, mən sənə deyim ki, mənə qarşı nə zülümlər ediblər, necə döyüblər.
Amma sənin kəsiyi başın gəldi, indi dərdimi sənə deyirəm. Başladı başla danışmağa, dərdini bölməyə başla. Deyirlər, o qədər ağladı. Əvvəlcə birinci İmam Hüseyin əleyhissalamın başındakı, gözlərinin üzərindəki qanı və külü sildi. Başladı danışmağa. Danışdı. Elə bir şey o ki, Kərbəla yolundan ki, dolan qəlbini boşaltdı. Deyir, o ağlayan uşaq birdən-birə sakit oldu. Xanım Zeynəb dedi ki, sakit olun, deyəsən balam yatdı. Deyəsən balam yatdı, atasını görüb yatdı. Gedib gördülər ki, kəsiyi baş bir tərəfdə, Rükəyyə bir tərəfdə, xanım şəhadətə çatıb. Xanım Zeynəb, xanım Rüqəyyəni dəfn elədilər, sonra artıq tərk eləyirdilər. Şəhəri tərk eləyirdilər. Baxdı xanım Zeynəb Şama, dedi ki, fərmayiş etdi ki, şəhrinizi tərk eləyirik bugün. Bizdən qalır xərabədə bu qəbr-i yadigar. Ey Şam əhli, biz gedirik, bizdən sizə ancaq bu qəbir qalır yadigar. Bu balaca qəbir qalır yadigar. Bu qəbirdə yatan balanın çoxdur niskili. Şəhzadədir, ürəkdə qəmi vardı bişimar. Balacadır, yaşı azdır, amma dərdi niskili çox idi. 3 yaşı var idi, amma dərdi qəlbində dolu idi. Mehmanınız idi, öldü balam, yasa gəlmədiz. Heç bilmədiz nə dərdidən öldü mənim balam. Sağlığında ona yer vermədiz, xarabada yer verdiniz. Heç öləndən sonra da qiyasına gəlmədiz. Deyirlər, bunları deyəndə Şamın qadınları xanım Zeynəbə yaxınlaşıb üzrxahlıq elədi. Dedi ki, bizə halallıq verin, bizə halal eləyin xanım. Xanım Zeynəb dedi ki, sizi bir şərtlə halallıq verərik ki, hər cümə axşamı öz ölənlərinizin qəbrini ziyarət edəndə mənim balamın da qəbrini ziyarət edərsiniz. Qoymazsınız, qəribdir burada. Qoymazsınız ki, qəbri ziyarətsiz qalsın. Ələ lənətullahi aləl qavmə zalimin.